Bura Abad Faktori İstehsalat Kompleksinin süd məhsulları istehsalı sahəsidir. Bu sahədə Niftəliyevlər ailəsi özünə məxsus, özlərinin yaratdığı brend altında 5 növdə pendir istehsal edirlər. Ümumilikdə gün ərzində bu istehsalat sahəsində 30-40 kiloqram pendir istehsal olunur. Vegetarian olduğum üçün bizim qıdamızda ət məhsulları olmaz. Ona görə süd məhsullarına fikir verdik və yavaş-yavaş axtardım, tapdım. Elə elədim ki, xüsusi olsun, məsələn, bişirmək olsun. Belə pendir Azərbaycanda var, amma azdır. Bu pendirin bişirilməsini nəzərə aldım. Sonra ona xüsusi dadı vermək üçün ocaq dadı, tüstü vermək. Bunların hamısını nəzərə aldım və ortaya belə bir pendir çıxdı. Abadçı ailənin hazırladığı baharat adlı pendir bir çox keyfiyyəti özündə birləşdirir. Bu pendiri bişirdikdə, qaynatdıqda və qızartdıqda ərimir, formasını dəyişmir. Ən əsası, pendir istehsal prosesindən keçdikdən sonra südün, qaymağın dadını özündə saxlayır. Mən çox istədim ki, təmiz məhsul buraxım, çox istədim ki, heç bir qatqısı olmasın və axtardım, tapdım. Termiki paket adlı bir şey var. Yəni ona büküb qaynar suya salanda avtomatik distillə olunur. Və ona görə də heç bir şey qatmağa ehtiyac yoxdur. Həm onun yağlılığı yüksəkdir, həm onu bişirmək olur, həm də tüstüyə verilib ocaq dadı vermək olduğu üçün belə bir analoqu yoxdur pendirin. Ancaq bu pendirdir. Bir də var ədəvalı pendirdir, hal-hazırda yoxdur. Mən ora bir 6-7 ədəva qatıram, pendiri ədəvalı hazırlayarım, müxtəlif dadlar verirəm. Niftəliyevlərin baharat pendiri Abad bakaleyalarında və paytaxtın bir çox hipermarketlərində satışa çıxarılır.